Əgər sizin keksləriniz belə qabarmırsa, mütləq bu videoya diqqətlə baxın. Çox ləzzətli, qabardıqca qabaran, yumşaq pambıq kimi çayın yanına yaraşan bir kekslər hazırlayırıq. 4 ədəd yumurtanın üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edin və tamamilə şəkər tozu ağarana qədər qarışdırın. Vanil əvəzinə bananlı dadlandırıcıdan istifadə elədim. Şəkər tozunu yavaş-yavaş əlavə elədikcə qarışdırın. Kənarda 1 stəkan qatığın üzərinə 1 çay qaşığı çay sodası əlavə edin və bu belə qabarsın. Qabardıqdan sonra yumurtalı qarışımın üzərinə tökün. Yarı stəkan da duru yağ əlavə edib və qarışdırın. 1 paket qabartma və 2 stəkan yarım un əlavə elədim. Unun marka və keyfiyyətindən asılı olaraq miqdarı dəyişilə bilər. İstədiyiniz qəliblərə əlavə edin və bişirin. Deməli, bir barmaq qalınlığında orada məsafə saxlayın ki, qabardıqdan sonra qəlibdən dağılmasın. Mən üzərinə damla şokolata əlavə elədim. Siz bunu kişmişlərlə də əvəz edə bilərsiniz. Kişmişlərin dibinə yatmaması üçün nişasta ilə qarışdırıb daha sonra keks xəmirinin üzərinə əlavə edin. Öncədən istilmiş 180 dərəcəli sobada bişirin. 20 dəqiqə qəti şəkildə sobanın ağzını açmayın.